Bakı Dövlət Universiteti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə Böyük Yolun Davamı mövzusunda konfrans keçirildi. Əvvəlcə konfrans iştirakçıları universitetdə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib önünə gül dəstələri düzdülər. Ümummilli lider Heydər Əliyevin xatirəsi hörmət və ehtiramla yad edildi. Sonra Qərbi Azərbaycana həsr edilmiş sərgiyə baxış oldu. Sərgidə Bakı Dövlət Universitetinin təşəbbüsü ilə Qərbi Azərbaycan təravəti brendinin, Qərbi Azərbaycana aid abidələrin foto illüstrasiyalarının, Qərbi Azərbaycana aid kitabların və tətbiqi sənət nümunələrinin qorunmasına və təbliğinə yardım ictimai birliyinin ərsəyə gətirdiyi Qərbi Azərbaycan sənətkarlığı adlı layihə çərçivəsində Sərdarlı ailəsinin hazırladığı dekorativ tətbiqi sənət nümunələrinin sərgisi keçirildi. Tədbir Bakı Dövlət Universitetinin akt zalında davam etdi. Dövlət himni səsləndirildi. Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfransda çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirdi ki, müasir Azərbaycan dövlətçiliyinin inkişaf mərhələsini səciyyələndirən əsas cəhətlərdən biri Prezident İlham Əliyevin həyata keçirdiyi strateji sülh yaratma siyasətidir. Suverenlik konsepsiyası və tarixi ədalətin bərpasına yönəlmiş Qərbi Azərbaycana qayıdış ideyası da dövlət siyasətinin əsas istiqamətlərindəndir. Qərbi Azərbaycan məsələsi həm Ermənistan-Azərbaycan münaqişəsinin aktiv fazasında, həm də tarixi zəfərimizdən sonraki mərhələdə Prezident İlham Əliyevin sülh ritorikasında dönə-dönə müraciət etdiyi və ortaya qətiyyətli mövqe qoyduğu bir mövzudur. Məqsəd məhz bu yolun davamının necə olacağını bir daha gözdən keçirmək, birlikdə görəcəyimiz işləri analiz etmək və bu yolun davamçılarının təlim tərbiyəsi istiqamətində qarşımızda duran vəzifələrin haqqında danışmaqdır. Bakı Dövlət Universitetində Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıbdır. Bu mərkəz öz qarşısına həm elmi tədqiqatların aparılmasını, müəyyən təlimlərin keçirilməsi, mədəni irsin həm maddi, həm qeyri-maddi irsin araşdırılmasını, onların müxtəlif toplulular, kitablar, lazım gəlsə dərsliklər, dərs vəsaiti şəklində nəşr olunmasını qarşısına məqsəd qoyubdur. Rektorun çıxışından sonra Qərbi Azərbaycan icmasının fəaliyyətini əks etdirən Qərbi Azərbaycan televiziyasının hazırladığı sənədli film nümayiş olundu. Bir müddət bundan əvvəl demişəm, biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Daha sonra çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycana qayıdış ideyasının əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirdi. O qeyd etdi ki, son 3 il ərzində Qərbi Azərbaycan İcması bir çox mühüm uğurlara imza atıb. Qərbi Azərbaycana qayıdış məsələsi Azərbaycan prezidentinin, dövlətinin, xarici siyasətinin real və prioritet istiqamətidir. Biz təkcə bu il ərzində cari ildə 35 bəyanatla çıxış eləmişik. Bu bəyanatlar Azərbaycanın maraqlarına zidd olaraq Ermənistanın və beynəlxalq təşkilatların atdığı addımlara qarşı verilibdir. Artıq bu 35 bəyanatdan sonra bizim 3 il ərzində verdiyimiz bəyanatların sayı 339-a çatıbdır. Təkcə bu il biz müxtəlif xarici nümayəndələrlə 78 görüş keçirmişik. Bildiyiniz kimi, Milli Məclis tarixində bir ilkə də imza atıldı. 7-ci çağırış parlamenti fəaliyyətə başlayanda Milli Məclisdə Qərbi Azərbaycana qayıdış üzrə təşəbbüs qrupu yaradıldı və bu təşəbbüs qrupu demək olar ki, Milli Məclisdə fəaliyyət göstərən 105-ə yaxın ölkə ilə olan dostluq qruplarına, işçi qruplarından mütəmadi olaraq iş aparır. Bakı Dövlət Universitetində bu gün Qərbi Azərbaycan Araşdırma Mərkəzinin fəaliyyət göstərməsi və bu gün onun təqdimatının olması çox böyük uğurdur. Çünki Bakı Dövlət Universiteti Azərbaycanda ali məktəblərin flaqmanı, öndə gedəni olaraq burada çox böyük elmi
potensial toplaşıbdır. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev, Bakı Dövlət Universitetinin Ümumi Dilçilik Kafedrasının müdiri, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini Nizami Cəfərov, Qadınlar Şurasının sədri millət vəkili Məlahət İbrahim qızı çıxışlarında Qərbi Azərbaycan həqiqətlərinin tanıdılması baxımından konfransın əhəmiyyətini vurğulayıb, bu istiqamətdə müxtəlif elm sahələri üzrə tədqiqatların gücləndirilməsinə ehtiyac olduğunu diqqətə çatdırdılar. Konfrans çərçivəsində Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əzəl Əkbərli və tədqiqatçı Səbuhi Hüseynovun müəllifliyi ilə ərsəyə gəlmiş Qərbi Azərbaycan irsi Ermənistanda Azərbaycanlılara məxsus qəbirstanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar kitabının birinci cildinin də təqdimatı oldu. Kitab barədə məlumat verən Bakı Dövlət Universitetinin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin direktoru Xalid Niyazov qeyd etdi ki, tədqiqatın məqsədi Ermənistan Respublikasında Azərbaycanlılara məxsus maddi mədəni irsin ən mühüm komponentlərindən biri olan qəbirstanlıqların vəziyyətini sənədləşdirmək, həyata keçirilən diskriminasiya siyasətinin onların vəziyyətinə təsirini qiymətləndirməkdir. Hesabat həmçinin Ermənistanda Azərbaycanlıların maddi mədəni irsinə qarşı törədilən vandalizm aktlarının tarixi dinamikasını təsvir edir. Bu fəaliyyətin nəticələrinin hüquqi aspektlərini araşdırır və beynəlxalq hüquqa əsasən Ermənistanın məsuliyyət daşımalı olduğu müddəaları irəli sürür. Elmlər Akademiyasının 80 illik yubiley tədbirlərində də cənab prezident bu qayıdışın artıq elmi əsaslara söykənməli olduğundan bəhs etdi və Bakı Dövlət Universiteti unikal bir müəssisədir, təhsil müəssisəsidir. Hesab edirik ki, burada yaradılmış Qərbi Azərbaycan Araşdırma Mərkəzi bu məsələyə özünün elmi, intellektual töhfəsini verə biləcək bir bilim mərkəzi rolunu oynayacaqdır. Konfransın sonunda Bakı Dövlət Universitetinin Mədəniyyət Yaradıcılıq Mərkəzinin Qərbi Azərbaycan mövzusuna həsr etdiyi bədii kompozisiya nümayiş olundu. Yadda qalan əsas məqamlardan biri Bakı Dövlət Universitetinin təşəbbüsü ilə təşkil edilən Qərbi Azərbaycan irsinə həsr olunmuş sərgi oldu və bu sərgi iştirakçıların xüsusi diqqətini cəlb etdi. Sərgi çərçivəsində İrəvanım kolleksiyasına aid İrəvan minarələri və Urud abidələri kolleksiyasından Urudun çərxi vəhdəti əsərləri ilk dəfə sənətsevərlərə təqdim olundu. Konfransa qatılan qonaqlar sərgiyə böyük maraq göstərdi. Eksponatlar diqqətlə izlənildi. Sənətkar İskəndər Sərdarlı bu cür sərgilərin elmi konfranslarla paralel təşkilinin Qərbi Azərbaycanın maddi mədəni irsinin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildirdi. Konfransa qatılan qonaqlar sərgiyə böyük maraq göstərdi. Eksponatlar diqqətlə izlənildi. Mədəni irsimiz bizim tarix yaddaşımızın namusudur, qeyrətidir, milli kimliyimizin kod açarıdır. Və mədəni irsimiz həm də bizim tarix yaddaşımızın nəfəsidir. Yəni nəfəsimiz bizdən öndə gedir. Ona görə də bax bu təhsil ocaqlarında mədəni irsimizin sərgilənməsi, gələcək nəsil bizdən qabaqda gedən o nəfəsimizdir. Onlara çatdırmaq, onlara öyrətmək, onlara bu irsin çəkisini bildirmək və yaxud da toxundurmaq onlara, bu bizim müqəddəs yoldur. Bugünkü bu konfransın adı ki var, bu yolla bağlı olan adı var, yola davam. Bu yol həm də müqəddəs yoldur. Qeyd edək ki, konfrans Bakı Dövlət Universitetində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin istiqamətləri çərçivəsində keçirildi və mərkəz gələcəkdə Qərbi Azərbaycan mövzusunda bu kimi elmi müzakirə və konfransların keçirilməsini davam etdirəcək.